Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz çox dadlı bir salat hazırlayacağıq. Hər kəsin bildiyi şuba salatı, ancaq bu əsl şuba salatıdır. Bizim kanalımızda bundan öncəki videoda var idi. Şuba salatı deməli toyuq əti ilə, bu isə əziz izləyicilər belə deyək, balıqla olacaq. Yəni əsl şuba, seć pat şubi. Ruslar demişkən, yəni bu şuba salatına balıq gedir. Bunun üçün bizə nələr lazımdır? Gördüyünüz kimi soğutma pişmiş, sürkəsindən keçmiş kartof, kök, yumurta hamısı soğutma pişib sürkəşdən keçib, çuğundurdu, sonda eləyəcəyik. Balıqdır. Mən konservləşdirilmiş balıq eləmişəm. Siz digər hansı balıq istəsəz edə bilərsiniz. Ondan sonra göy soğandır. Siz istəsəz baş soğan da edə bilərsiniz. Təbii ki, mayonez lazım olacaqdır və duz istiyor zövqə görə. İndi başlayırıq hazırlamağa. Deməli, əziz izləyicilər, belə bir qab qoyuruq və belə bir halqa. Bu halqa yəni bir çox mağazalarda satılır. Yəni şirniyyata olan yerdə. Bunu belə qoyub, belə deyim də, fason veririk. Birinci layımız deməli bizdə kartof olacaqdır. Baxın, beləcə kartofumuzu qoyuruq, balaca eləyirik və gözəl alınır. Süfrəyə də qoyanda yəni çox gözəl, həm görünüşü gözəl olur, həm də tez balaca az başa gəlir. Baxın, beləcə kartofumuzu qoyduqdan sonra deməli əziz izləyicilər, beləcə hər tərəfinə yayırıq ki, yaxşı olsun. Buna deməli duz əlavə edirik zövqə görə. Qara istiot əlavə edirik. Və başlayırıq mayonezlə buna halqa xətt salmağa. Baxın, beləcə mayonezlə edirik. Belə xətt salırıq. Xətt saldıqdan sonra balığımızı bax, beləcə hər tərəfinə tökürük. Bu balıq elə belə şeydir, oxalanır, əllə də eləyə bilərsiniz belə. Beləcə edirik hər tərəfinə. Görürsünüz əziz izləyicilər. Həm sümüyü bunun ağızda əriyir, yəni elə sümüklü deyil. Həm də bu xüsusi tam verir. Bunu da belə etdikdən sonra üzərinə göy soğan əlavə edirik. Beləcə göy soğan. Və hər tərəfinə belə edirik ki, gözəl olsun. Və başlayırıq yenə də mayonezləməyə. Belə xəttlər qoyuruq və belə hər tərəfinə aparırıq və belə. Etdikdən sonra belə deyək, kökümüzü əlavə edirik. Kökümüzü də əlavə etdikdən sonra yenə hər tərəfinə
edirik və yenə istiot əlavə edirik zövqə görə. Duz əlavə edirik və yenə mayonezləyirik. Yine her tarafını yedirik. Bile bezek koyduk. Bunu ettikten sonra başlayırıq yumurtamızı üzerine tökmeye. Yumurtanı da töktükten sonra köküne biraz karıştı. Yine üzerine bir damcı tuz ve zövqə göre istiot əlavə edirik ve yine mayonezləyirik. Belə. Və sonuncu layımız isə çuğundur olacaq. Deməli, əziz izləyicilər, sonuncu layımız isə çuğundur. Bir də edib və hər tərəfinə yayırıq. Üzərini isə yine mayonez deyirik. Aha, artıq salatımız hazırdır. Baxın, beləcə görün necə gözəl alındı. İndi bunu belə, baxın, bunu beləcə çıxardırıq. Çıxartdıqdan sonra artıq salatımız hazırdır. Şuba salatımız. Bax, beləcə hazırlayın. Hər kəsə nuş olsun. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza like qoyun. Sağ olun, salamat qalın.